Salam müəllimlər, sınaq 10, sual 1. Doğru fikirləri müəyyən edin. Paletka ilə ölçmə işləri xəritənin yalnız xüsusi miqyasına görə aparılır. Bilirsiniz də planda meşə, göl, bataqlıq, yəni əsasən yəni ölçərkən baş miqyas əsas götürülür. Yəni yalnız xüsusi miqyas ifadəsi burada yanlışdır. Respublikamızda mərmər yataqları yalnız 2 təbii vilayətdə yayılmışdır. Mərmər yataqları Naxçıvanda da var. Sonra Böyük Qafqaz vilayətində Qubada var. Daşkəsəndə var Kiçik Qafqaz vilayətində. Deməli 3 vilayətdə olacaq, 2 vilayətdə deyil. Bu yanlış ifadədir. 5 dekabr tarixində şimal yarımkürəsində qütb günüzləri müşahidə edilmir. Bəli, 5 dekabr tarixində şimal yarımkürəsində qütb günüzləri müşahidə edilmir. Bu ifadə doğrudur. 1 ilə 2 yanlışdır hələ ki. Sonra reqressiya nəticəsində səthi örtünün əks etdirmə qabiliyyəti artır. Bilirik ki, reqressiya quru mərhələsidir. Dəniz və okean sularının geri çəkilməsinə deyilir. Paleozoyun ortalarından mezozoyun ortalarına qədər, bir də mezozoyun sonunda baş vermişdir bu mərhələ. Və əks etdirmə qabiliyyəti artarsa səthi örtüyü soyuyacaq, iqlim də soyuqlaşacaq və bu ifadə doğrudur. Kalahari çökəkliyindəki eyni adlı səhranın, yəni Kalahari səhrasının yerləşdiyi ərazinin mütləq hündürlüyü Qaraqum səhrasının yerləşdiyi ərazinin mütləq hündürlüyündən daha çoxdur. Təbii ki, Kalahari səhrası bilirik də yüksək Afrika var, bir də açıq Afrika var. Cənub-şərq hissəsi yüksək Afrikadır. Kalahari səhrası da yəni mütləq hündürlüyü daha çox olacaq. Həmin Qaraqum səhrası yerləşir Türkmənistanda, yəni Turan ovalığında. Təbii ki, Turan ovalığından mütləq hündürlüyü çox olacaq. Bu ifadə də doğrudur. Sonra 6-ya baxırıq. Cerrapunca məntəqəsində düşən atmosfer çöküntülərinin böyük hissəsi mənşəcə oroqrafik yağıntı növünə aiddir. Ümumiyyətlə, dağlıq ərazilər üçün oroqrafik yağıntı növü uyğundur. Musson küləkləri Himalay dağlarının cənub yamacına bol yağıntı gətirir. Bu da doğru olacaq. Yəni 3, 4, 5, 6 sualın doğru cavabıdır. Daha sonra, amma C çıxıb. 2-yə baxaq. Cədvələ əsasən bütün ucqar nöqtələrin düzgün verilmədiyi bəndi müəyyən edin. Bax, Dijunyov burnu verilib. Dijunyov Avrasiyanın şərq ucqar nöqtəsidir, amma qərb yarımkürəsində yerləşəcək, Çukot yarımadasında. Ona görə də yanlışdır. Piyay cənub və şərq xeyr. Piyay şimal yarımkürəsində yerləşir. Avrasiyanın ucqar cənub nöqtəsidir. Malakka yarımadasında. Norkin burnu Avropanın şimal ucqar nöqtəsidir. Qərbdə deyil də şərq yarımkürəsində olmalıdır. Qalinyas da Cənubi Amerikanın şimal ucqar nöqtəsidir. Yəni ekvatordan şimalda yerləşdiyi üçün burada cənub yarımkürəsi yanlış. Bizdən də bütün ucqar nöqtələrin düzgün verildiyi sıranı istəyir, amma düzgün verilmədiyi sıra birinci sıra olacaq. 3-ə baxırıq. Yer kürəsinin orbit müstəvisinə meyilli bucağının dəyişməsi nəticəsində şimal qütb işıqlanma qurşağının cənub sərhədi hal-hazırda sərhəddən 5,5 dərəcə şimala tərəf yerini dəyişmişdir. Bu zaman kölgənin uzunluğunun ildə bir dəfə sıfıra bərabər olduğu enliklər arasında məsafə miqyası 1 bölünsün 6.660.000 olan xəritədə nə qədər olar? Burada ilk öncə bilirik ki, meyillilik bucağı 66,5-dir və sərhəddən 5,5 dərəcə şimala deyirsə, deməli 66,5-in üzərinə 5,5 gələrik, alarıq 72 dərəcə. 72 dərəcə yəni qütb dairələridir. Bəs tropiki tapmaq üçün nə etməliyik? 90-dan 72 çıxanda tropiklərin 18 dərəcədən keçdiyini tapırıq. Və burada bizə deyir ki, kölgənin uzunluğun ildə bir dəfə sıfıra bərabər. İldə bir dəfə sıfıra bərabər olduğu şimal tropiki və cənub tropikin üzərində olur. Amma tropiklərin arasında 2 dəfə olur. Ona görə 18 şimal, 18 dərəcə cənub enliyində kölgə ildə bir dəfə sıfıra bərabər olacaq. Toplayırıq şimal-cənub olduğuna görə olacaq 36. 36-nı da 111-ə vurub bölməli miqyasa. Yəni buradan 5 sıfır siləndə 66,6-ya. Böləndə 60 cm B variantını tapmış oluruq. 4-ə baxırıq. C məntəqəsində atmosfer təzyiqi 460 mm civə sütunu, D məntəqəsində 580 mm civə sütunu təşkil edir. C və D məntəqələr arasında məsafə 4 cm, yamacın meylinin isə 40% olduğunu bilərək xəritənin tərtib edildiyi miqyası müəyyən edin. İlk öncə təzyiq fərqini taparıq. 580-dən 460-ı çıxarıq. Olacaq 120. Hündürlüyə keçək olacaq 1200. Daha sonra 1200-də burada deyir ki, yamacın meyli 40% olarsa, 1200-ə əgər 40%dirsə, görəsən 100%-ə nə qədərdir? Onu tapaq. Və buradan biz 3000 alırıq. Düzdürmü? 3000-i də biz bu C və D məntəqələr arasında məsafəyə bölürük. 3000-i də 4-ə böləndə biz 750 tapırıq. Metrlə olanda 2 sıfır əlavə edirik. Cavab D variantı. 5-ə baxırıq. Verilmiş əlamətlərə uyğun gələn ərazi üçün sərcəvi xüsusiyyətləri müəyyən edin. Subtropik iqlim qurşağındadır. Yəni litosfer tavanın sərhədində yerləşib, deməli seysmik ərazidir. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 22 dekabr tarixində müşahidə edilirsə, demək günəş şimal tropiki üzərində zenitdədir, şimalda yay fəslidir. Yəni şimal yarımkürəsində subtropik iqlimdə litosfer tavanın sərhədi.
Seysmik proseslərin baş vermə ehtimalı doğru. Bu sərhəddə olduğuna görə doğru götürərik. Sonra ən yüksək temperatur iyun ayında deyildi, iyul ayında olmalıdır. Qütb ulduzu 58 dərəcə bucaq altında görünür. Bilirik ki, qütb ulduzu ancaq şimal yarımkürəsində görünür və qütb ulduzunun görünmə bucağı coğrafi enliyə uyğun gəlir. 58 dərəcə bucaqla görünürsə, deməli həmin məntəqə 58 dərəcə şimal enliyində olmalıdır. Amma subtropik iqlim qurşağı 30-40 dərəcə enlikləri əhatə edir. Ona görə də biz bunu yanlış götürərik. Sutkanın işıqlı vaxtı ən uzun olduğu tarix 22 iyundur. Bəli, bu ifadə doğrudur. Mövsümi dəyişkənliyi aydın müşahidə edilir. Bəli, subtropik mülayim iqlim qurşağında bütün növ yağıntılar düşür, 4 fəsil müşahidə olunur. Doğrudur. Gecə və gündüzün adi növbələşməsi pozulur. Xeyr, qütb işıqlanma qurşağında gecə və gündüzün adi növbələşməsinin pozulduğunu görə bilərik. Yəni 66,5-dən 90-a qədər. İndi bizdən də doğru olanları istədiyinə görə 1-i, daha sonra 4-ü və 5-i götürərik. Cavab C variantı. Sonra 6-ya baxaq. Düzgün fikirləri müəyyən edin. Skandinaviya dağlarının mütləq hündürlüyü Drakon əjdaha dağlarının mütləq hündürlüyündən daha çoxdur. Təsəvvür edin ki, Skandinaviya dağları 2469 olduğu halda əjdaha dağları 3482 metr olacaq. Təbii ki, əjdaha dağları daha hündür olar. Bir yanlışdır. Qafqaz dağlarında yerləşən Kazbek zirvəsinin mütləq hündürlüyü 5300 deyil də 5033 metr olmalıdır. Bu yanlışdır. Yerin maqnit sahəsinin formalaşmasının əsas səbəbi daxili və xarici nüvənin hərəkətidir. Doğrudur. Makdonel dağları litosfer dağlarının konvergens sərhədində yerləşir. Təbii ki, Makdonel yerləşəcək mərkəzdə və litosfer dağlarının sərhədində yerləşməz. Ümumiyyətlə, Avstraliyada sərhədlərdən uzaqda yerləşdiyi üçün vulkan zəlzələ baş vermir. Və bu yanlış ifadədir. Uran filizi tərkibinə görə çox kasıbdır. Bəli, kasıbdır. Naur adasında fosfor ehtiyatı var. Bəli, okeaniyada fosforit ehtiyatına görə fərqlənən adı hesab olunur. Doğru cavab Y variantı olacaq. Yəni 3, 5, 6. 7-yə baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1-ə baxırıq. Appalaç 2037, Kaledon Hersin, şimal və qərb doğrudur. Karpat dağları 2655, Gerlaxovski cavandır, şimal və şərq yarımkürəsində yerləşir. Alp dağları 4442 verir burada. Alp dağları 4807 metr olmalıdır. Ona görə də 3 yanlışdır. Bizə doğrular lazımdır. Kordiller dağları 6960, Cənubi Amerikanın ən hündür hissəsidir. Amma McKinley 6194 metr olmalıdır. İkinci adı Denali. Yanlış olacaq. Skandinaviya 2469, Kaledon və şimal şərq doğrudur. Qafqaz dağları isə burada hündürlüyü yanlışdır. 5895 deyil də 5642 metr olmalıdır. Yəni bizdən doğruları istədiyinə görə olacaq 1, 2, bir də 5. A variantı. 8-ə baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Meksika yaylası, Anadolu yaylası, Dekan yaylası. Meksika yaylası Meksikada, Anadolu yaylası Türkiyədə, Dekan yaylası Hindistanda yerləşir. Dendasiya prosesi üstünlük təşkil edir. Hər üç üçün yaylı olduğuna görə dendasiya olacaq. Ovalıq olsaydı akkumulyasiya olardı. Ona görə də biz ortaq xüsusiyyət 4-ə aid edirik A. Daha sonra aid olduğu ölkə federativ inzibati ərazi quruluşuna malikdir. Türkiyə federativ deyil, amma Meksika və Hindistan federativ olduğuna görə Meksika və Dekan yaylasının olduğu 5 rəqəminə aid olacaq 5-ə B. Daha sonra burada deyir ki, geosignalda yerləşir. Geosignalda yerləşər Türkiyə ilə Meksika. Yəni 2 ortaq xüsusiyyət olduğuna görə 2-yə C-ni aid edərik. Fəaliyyətdə olan vulkanlar mövcud deyil. Fəaliyyətdə olan vulkanlar Anadolu yaylasında yoxdur, Dekan yaylasının olduğu ölkədə yoxdur. Yəni Anadolu və Dekan yaylasının ortaq xüsusiyyəti 6-ya da aid olacaq D. Buradan yazım. Daha sonra fəaliyyətdə olan vulkanlar mövcud deyil. Bunu dedik. Fəaliyyətdə olan vulkanlar aid olacaq 6-ya. Yəni Anadolu yaylası və Dekan yaylasında mövcud deyil 6. Çayları Atlantik və Hind okeanı hövzələrinə aiddir. Bu Türkiyəyə aiddir. Anadolu yaylası, yəni sırf 3-ə aiddir. Burada yazaq 3, 3-ə Y. Aha. Sonra F aid olduğu ölkə BRICS ölkələri qrupuna. Bilirik ki, BRICS-də biz İ hərfini Indiya, yəni Hindistan kimi yadda saxlamışdıq və Hindistana Dekan yaylası 7-yə aid olacaq F. Sonra Mezozoy qırışıqlığı vilayətinə aiddir. Burada Meksika yaylası yalnız Mezozoy qırışıqlığı, Kimer qırışıqlığına aid olacaq. G-yə də aid olacaq 1. Yəni, belə qruplaşdırıb cavabı tapmaq olar. Yəni, burada 1-ə G, 2-ə C, 3-ə Y, 4-ə A, 5-ə B, 6D, 7F, D variantı
olacaq doğru cavab. 9-a baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Polimental Kastaq Zaqatala Lahıc doğru verilib. Qızıl Qoşa yatağı. Qoşa Gədəbəydə qızıl yatağıdır. Vulkanik yayla deyil də Gəncə fiziki coğrafi rayonuna düşəcək. Civə Narzanlı Girgətçay Laçında vulkanik yaylada olacaq. Doğrudur. Varid yatağı Başqışlaq Gəncə fiziki coğrafi rayon doğru olacaq. Yəni artıq sualın doğru cavabı hazırdır. B variantı. Daha sonra gips yatağı Goranboyda Ağcakənd, Qarabağ fiziki coğrafi rayonunda deyil də olacaq Qazax Qarabağ fiziki coğrafi rayonunda. Kükür Kacıdanı, Toğanalı, Göygöldədir. Göygöldə Gəncə fiziki coğrafi rayonuna düşür. Günür Qapıcığa deyil. B variantı sualın doğru cavabıdır. Respublikamızın ərazisinin axan hansı çayların qidalanmasında yeraltı sular üstünlük təşkil edir? Həkəri çay yeraltıdır, Pirsaat yağışdır, Türyan yeraltı, Köndələn çay yağış, Qanıq yeraltı, Ağsu çay yağış. Demək burada biz yeraltı suları seçsək, Həkəri, Türyan çay, bir də Qanıq. 1, 4, 5 sualın doğru cavabıdır Y variantı. 11-ə baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Qarabağ vulkanik yaylasının effuziv mənşəli surları ağır, bərk məsafəsizdir. Bu xüsusiyyətlər effuzivə deyil də intruzivə aiddir. Bir yanlışdır, bizə də yanlış lazımdır. Sürüşmələrin baş vermə səbəbləri yalnız eksogen proseslərlə bağlıdır. Sürüşmələr endogen də ola bilər, amillərin təsiri nəticəsində tektonik hərəkətlər də səbəb ola bilər. Ona görə ikini də yanlış götürərik. Ölkədə baş verə biləcək iqtisadi böhran ÜDM-də payı olan xarici şirkətlərə təsir edir. Təbii ki, hər hansı bir ölkədə daxili iqtisadi böhran baş verərsə, xarici şirkətlərin fəaliyyətinə, gəlirlərinə mütləq öz təsirini göstərəcək. Bu doğrudur. Radial model deyərkən dairəvi formada olan məskunlaşma modeli yada düşür. Doğrudur. Rekreasiya və tibbi coğrafi fiziki deyil də iqtisadi coğrafiyanın yeni sahəsidir. 5 yanlışdır. Artıq 6-cı fikirdə doğru. Üzvü sintez karbohidrogen hammalı və yarım fabrikatlar istehsal edir. Bu da doğru fikirdir. Deməli burada hansı Yəni üzvü sintez sənayesi neft, təbii qaz, yəni bunlara bəli, aiddir. karbohidrogen xammalına əsaslanır ki, plastik kütlələr, süni liflər, bunlar müxtəlif yarım fabrikatlar istehsal edir. Yəni bu ifadəni də doğru götürəcəyik. Yəni 1, 2, 6 sualın doğru cavabıdır A variantı. 12-yə baxaq müəllimə. Doğru olmayan fikirləri müəyyən edin. Şimal yarımkürəsində iyul və yanvar izoterimləri cənub yarımkürəsinə nisbətən yerlərini kəskin dəyişirlər. Deməli, mən bu kontinentallığa görə düşünürəm doğru olacaq. Yəni quru sahəsi şimal yarımkürəsində cənuba nəzərən daha çoxdur. İyul, yanvar izoterimlərdə bəli, yerlərini kəskin dəyişəcək. Bu ifadə doğrudur, amma bizə lazım deyil. Bizə doğru olmayan lazımdır. Sonra Transkresiya mərhələsində sərt örtüyünün əks etdirmə qabiliyyəti artır. Transkresiya yəni ki, su sahəsinin artmasıdır. Sudadakı əks etdirmə artmır, azalır. azalacaq. 2 yanlış fikirdir. Təkla məkan səhrasının yerləşdiyi ərazinin mütləq hündürlüyü Liviya səhrasının yerləşdiyi ərazinin mütləq hündürlüyündən daha çoxdur. Təklə məkan deməli Monqolistandaydı da deyəsən. Tian-Şan və Kunlun dağları arasında yerləşir müəllimə. Tünd qəhvəyi rəngdə. Şeydir də ora hara düşür? Monqolistan deyildi təklə Çinin məkan. ərazisi, sadəcə Çindir müəllimə. Qobi səhrası Çin və Monqolistandır. Deməli deyir Çinin yerləşdiyi Liviya səhrasının bu doğru olar da. Oralar Bəli, hündür doğrudur. yerlərdir. Hündür Liviya yerlərdir. alçaqdır. Aha. Miqyasları eyni olan xəritələrdə həqiqi sahəsi daha böyük olan coğrafi obyektlərin generalizasiyası daha böyük olsa da, xəritədə daha kiçik ərazi tutur. Əgər ümumiyyətlə bir ərazi miqyas eynidirsə, həqiqi sahə böyükdürsə, burada generalizasiya çox olacaq və kiçik ərazi tutmayacaq. Elə xəritədə də böyük ərazi tutacaq. Real sahəsi böyük olan obyekt xəritədə kiçik ərazi tutmaz. Siz Bəli, o da böyük misal tutacaq. göstərə bilərsiniz siz də, əgər əlavəniz varsa buyurun. Mən də Rusiya ilə Azərbaycan deyəcəkdim. Yəni nə qədər generalizasiya eləsək də, ərazi böyükdürsə, yenə də böyük ərazi, xəritədə də Təsir olacaq, bəli. böyük təsir olunacaq. Bu doğrudur, yoxsa səhvdir? Bura kiçik deyir ərazilər. Səhvdir, bizə lazımdır. 5-ə baxaq. Dağ yamaclarında müvəqqəti su axınları vasitəsilə gətirilən və dağın ətəyi boyunca toplanan çöküntülər pralüvial adlanır. Deməli, pralüvial çöküntülər müvəqqəti su axınları, bu doğru fikirdir də. Bu doğrudur, pralüvial olacaq. Doğrudur. Pralüvial müvəqqəti axınların yaratdığı çöküntülərdir. Aha. Qış aylarında Azərbaycanda tropik hava kütlələri müşahidə oluna bilməz, yanlışdır.
Olur, amma çox olmasa da olur. Yəni oluna bilməz deyə Əlbəttə, bunu bilmərik. biz elə canlı dərslərdə sual-cavabda deyirik ki, qış aylarında Azərbaycana tropik hava kütlələri daxil olurmu? Cavab bəli. Bəli, Çünki olur. yay aylarında isti olacaq onsuz da, temperatur artacaq, amma qışda daxil olanda havanı Qışda da hava isti mülayimləşdirəcək. olur. Bəli, Havanı havanın mülayimləşdirir. mülayimləşməsinə tropik hava təsir eləyir. Bəli. 6, 2, 4, 6 sualın doğru cavabıdır. Y variantı olacaq. 13-ü izah edin müəllimə. Biraz mənə yuxarı qalxsa bilərsiniz. Buyurun. Xəritə sxemə əsasən mütləq qiymətləri bərabər olan nöqtələri birləşdirən qapalı əyri xəttlər horizontallar, yəni ki, izohipslər adlanır. Burada Mütləq müəllimə fikir qiymətləri. versəniz, Bir dəqiqə baxım. Hə, bu başqa şey soruşur. Bu horizontallar deyil ki, mütləq qiymətlər bərabər olan buyurun. nöqtələri birləşdirən qapa. Bir dəqiqə mənə. Hə, biz baxmalıyıq bu Rəqəmlərə görə haranı birləşdirir. tapmalısınız Bir müəllimə. dəqiqə eyni dərinlikdir. Burada dərinliyi göstərməyib axı. İzoqamin buxarlanmadır, eyni buxarlanma olan nöqtələri. Buxarlanma ola bilər, çünki Afrikanın şimalında min verib. Sonra izobar təzyiqdir, izohips horizontal, bir də ki, yağışdır, izoget. Müəllimə, burada izoqamindir. Müəllimə, ekvator Dəqiqə. boyu ərazilərə baxsanız görərsiniz ki, orada 1000, Hə, 2000 yağıntı çoxdur, yağıntıdır, amma izoget. səhrada böyük Saxara səhrasında Mərkəzi Asiyaya baxın 250 yağıntı verib orada. Məndə Yəni bu qaranlıqda o 500 kimi görsəndilər, mənim heç ona bura görmədim. baxın 500 250 görsəniz. kimi görsənir ora. Hə. Demək müəllimə, bu yağıntıları olacaq eyni olan nöqtələri Hə, birləşdirən o da xəttlərdir. 500 kimi. Hə, bildim, düzdür. Mən Hə, müəllimə, izoqi- izohip hündürlükdür, izobar təzyiqdir, izobat Hı. dərinlik, Onu 500 izoqamin kimi gördüm orada. buxarlanma, bəs izoqalin nə olacaq müəllimə? İzoqalin. İzoqalin duzluluqdur. Bəli, duzluq olacaq. 14-ə baxaq. Verilmiş əlamətlərə uyğun gələn ərazi üçün nə yazılıb orada? Bir dəqiqə mən görmürəm. Səciyyəvi olmayan xüsusiyyətləri, səciyyəvi olmayan xüsusiyyətləri müəyyən edin. Mülayim işıqlanma qurşağında yerləşir, geosinklinalda yerləşir, qalxan hava kütlələri üstünlük təşkil eləyir, okean sahilinə yaxındır. Deməli, bu əlamətlərə uyğun olmayanları istəyir. Gecə-gündüzün uzunluğu arasında fərq 18 saatdan çox ola bilər. 18 mülayim işıqlanma qurşağında 18 saat olur. Məncə olmur axı 18 saat. 18 saatdan çox qütb işıqlanma Demək müəllimə, qurşağında bu olur. xüsusiyyətlərin olmayanı istəyir. Mülayim işıqlanma qurşağında yerləşir, aktiv ərazidir, qalxan havadır. Deməli, mülayim enliklərə daha uyğun gəlir. Bir də okean sahilidir. Yəni, Okean mülayim dəniz sahilinə. ola bilər, mülayim muson ola bilər məsələn, deyə bilərik də. Aha. Bir də ki, qalxan Hamısını havada oxuyum, alçaq təzyiq sonra olar, deyim. yoxsa yüksək təzyiq? Qalxan havada alçaq təzyiq olur. Ərazi Deməli, mülayim işıqlanmada mən bu olmasına mülayimdədir, yəni mülayim işıqlanmadadır. il boyu yüksək təzyiq müşahidə eləyir. Bu yanlışdır. Çünki orada deyir ki, qalxan hava bu alçaq təzyiq olacaq. Deməli 2 aid deyil. Bizə də onu istəyir də. Lazımdır Yanlışları amma. istəyir müəllimə. Aha, yanlışdır. Yəni 2 yanlışdır. Fiziki aşınma üstünlük təşkil eləyir, ola bilməz. Çünki həm okean sahilində fiziki aşınma üstün olmaz. Həm Kimyəvi qalxan aşınma ola havada, rütubətlidir deyə. bəli, 2, 3 deməli bizə lazımdır. Sürüşmə hadisələri baş verə bilməz. Yəni belə bir şey demək olmaz axı, hər hansı bir ərazi üçün baş verə bilməz. Sürüşmə bu saydığı Seysmik əlamətlərə aid ərazidə həm deyil. də yağış çox yağan ərazi Hə, olarsa niyə sürüşmə olmasın ki? bəli, bu yəni yanlışdır. Artıq Səfərindən cavab. radiasiya Aha. Aha, hamısını oxuyaq. Səfərindən radiasiya üstündür, bəli, çünki okean sahili, qalxan hava, fəaliyyətdə olan vulkanlara rast gəlinməyə bilər. Yenə bunu geosinklinaldırsa, yəni rast gəlinə bilər. Yəni gəlinməyə bilər. Hə, müəllimə, ola bilər də. Yəni bu ümumi Hər geosinklinalda mütləq seysmik deyil ki. ərazidə hökman vulkan olmalıdır deyə bir şey yoxdur. Bəli, Fəaliyyətdə olan onun üçün vulkan oldu yəni. 2, 3, 4. Biri izah 2, edin 3, 4. müəllimə. Biri nəyə görə doğru götürürük biz? Gecə və gündüzün uzunluğu arasında fərq 18 saatdan çox ola bilər. Mülayim işıqlanma qurşağında, onda mülayimin lap o şimal hissələrinə yaxın olan ərazilər olacaq da. Şimal hissələrin, çünki qütbə yaxın ərazilərdə. Məsələn, Azərbaycanda mülayim işıqlanma qurşağında yerləşir. Bizdə ən uzun gündüz 16 saat idi. 15 saatdır, Neçə ən saat qısa idi? da 9 saatdır. Ən qısa 15, təxminən. ona hə. Deməli, o bizdən hardasa 15-dən 9 mülayim çıxanda 6 qurşaq. saat fərq eləyir. Arada fərq yəni. Müəllimə, bu
Bu doğrudursa da mülayimin o qütbə yaxın ərazilərində olacaq. Demək müəllimə bir şey deyim. Bu ərazi mülayim işıqlanmada həm də 60 dərəcə enliklərə yaxın bir ərazidir. Bu qütb dairəsinə yaxın enliklərdə qışda gündüzlər çox qısa olur, yayda isə çox uzun ola bilir də. Məsələn, qışda 3-4 saat gündüzdürsə, yayda 20-21 saatdan çox ola bilər də, yəni. Düzdür? Çünki yay Hı hı. 20, 21, lap 22 götürsək, buradan da 3 götürsək, çıxsaq gəlir 19 saat, 18 saatı ötə bilir, belə deyək. Hı hı. Hə. Ola bilər. Yəni bir söz deyim ki, bu bilirik ki, ekvatorda 12 saat gecə, 12 saat gündüz olur axı. Onlar arasında fərq həmişə sıfırdır. Orta Hı hı. enliklərdə, Ekvatorda məsələn, Bakıda dediyiniz kimi yayda ən uzun gündüz təxminən 15 saatdır, ən qısa da 9 saatdır qışda. Ən uzun gündüzlə Bakıdan da ən qısa gündüzün fərqi də 6 saat elədir. Amma qütb dairələrində 66,5-də, yəni orada 21 iyunda 24 saat gündüz olur 66,5-də. Sonra 22 dekabrda isə 24 saat gecə olur. Yəni 0 gündüz olur. Bizə lazımdır müəllimə, ən qısa mən bunun gündüz, ən uzun gündüz. Yəni də fərq 24 sözünə saatdır qütb dairələrində. müəllim, mən burada şərti səhv başa düşmüşəm. Mən onun üçün belə dedim. Burada fərqi deyirəm. Mən elə bilirəm deyir ki, gecə və gündüzün uzunluğu, yəni gecənin və yaxud da gündüzün deyir, elə bildim deyir, uzunluğu 18 saat ola bilər. Onun üçün qütb dedim. Hə. Fərqdirsə, hə, ola bilər də. Fərq 18 Başa saatdan. düşdüm səhv. Yəni hə, yəni ki, ən uzun və ən qısa gündüz arasında fərq tam 24 saat 66,5-dir, amma burada ərazi elə bil 60 dərəcə enliyə yaxın bir ərazidir. Ona görə orada biz 18 saatdan çoxu, yəni fərqin çox olduğunu görə bilərik. Bəli, doğrudur. Mən şərti səhv başa düşdüm. 15-ə baxaq. Xəritə sxemə əsasən doğru olmayan fikirlər, bunlar hamısı doğru olmayanları istədi. Doğru olmayan fikirləri müəyyən edin. Birinci məntəqədə formalaşan çayların qida mənbəyində qar suları üstünlük təşkil edir. Bir hardadır? Bir bu Kəlbəcər tərəfə düşür, vulkanik yayla. Burada qar suları düşünürəm olmaz. Burada əsasən yeraltı, deməli, orada efuzif Yeraltı sular sular olar, var, bəli. yeraltı sular olar. Bu Bizə lazımdır bu. doğru deyil, bizə lazımdır. İkinci məntəqənin olduğu ərazidə rekultivasiya tədbirlərinə ehtiyacı olan torpaqlar mövcuddur. 2 haradır? 2 düşür Daşkəsən, Terikon təpələr, Dəmir Gədəbəy. filizi. Bəli, orada rekultivasiyaya ehtiyac var, yəni torpaqların bərpa olunmasına. Üçüncü məntəqənin olduğu ərazidə mütləq hündürlük 3000-dən azdır. Mütləq, bəli, azdır orada. 3000-dən azdır. Bəli, Doğrudur. az olacaq. Orada 3000 Orada yoxdur. hündür ərazi yoxdur. Qarabağda ümumiyyətlə ən hündürü Böyük Kirsdə, o da 2725 metrdir. 2725-də. Aha. Sonra Dördüncü məntəqənin yerləşdiyi inzibati rayonda filiz mənşə faydalı qazıntıya rast gəlinmir. 4 haradır? Müəllim, orada polimetal ehtiyatları var, rast gəlinir. 4 burada, bəli, Deməli. rast gəlinəcək. Bu ərazi Balakənin ərazisidir. Bəli, orada filiz var, yəni polimetal. 4 yanlışdır, götürəcəyik. Sonra 5-ci məntəqənin yerləşdiyi ərazidə Yura və təbaşir çöküntüləri mövcuddur. 5 deməli Böyük Qafqazın yüksək hissələrində Yura var. Təbaşir də onlarda Mənim burada yəqin. Qusar Mali tərəfdən nə Yura var, nə də Təbaşir var. Ora Böyük Quba tərəfə düşən, biraz o tərəfə Bu yaxındır. tərəflərə Mən onu düşmür ki, bu hissələrə. Bu düzənliyə gedib çıxır. 5. düzənliyə çıxırsa Yura olmaz burada. Nə Təbaşir Yura olar, nə... yüksək Çünki biz dağlıqdır. Qusar Mali düzənliyi hansı süxurla tanımışıq? Neogen süxurları. Biraz da getsə 4-cü dövr, gələcək Xəzər sahili, Samur Dəvə çovalığı. Ona görə bu yanlışdır. Yanlış. 6-ya 6-cı baxaq. məntəqədə illik buxarlanma və buxarlama qabiliyyəti arasında fərq çoxdur. Bəli, ora düzən ərazidir. Orada fərq çox olacaq buxarlanma ilə buxarlanma. Düz radiasiyanın Yəni olduğu qabiliyyət ərazilər, üstə çoxdur, ərazilər. amma buxarlanma özü azdır. 6-cı fikir doğrudur. Bəli. 1, 4, 5 sualın doğru cavabıdır. Yəni aid olmayan xüsusiyyətlərdir. Oldu müəllimə, sağollaşıram sizlə. 16-nı kim izah edər? Mən eləyim müəllim. Deməli, Bakı bu Tbilisi 15 deyil müəllim, yoxsa 16? 16. Bakı Tbilisi dəmir yol Bakı xətti hansı inzibati rayonlarda Kürçay ilə kəsişər? Aha. Bir dəqiqə mən burada Bakı Tbilisi gedəcək. Orada Tovuz var 100%. Ağdaş, Yevlax, Qazax, Goranboy. Kürçay ilə Müəllimə, kəsişər. 2 dənə rayon var ki, bu dəmir yol xətti Kürçay ilə kəsir. Bunlar biri Yun parçaya görə tanınan, bir də Candargölün Yevlax yerləşdiyi olacaq. inzibati rayondur.
Ağstafa ilə Yevlax var. Bəli, A. Ağstafa və Yevlax olacaq A variantı. 17-yə baxaq. Deməli, burada nədir? Birinci, verilmiş yarımadaların ən azı birinə aid olan düzgün fikirləri müəyyən edin. Aha, ərazisi alp qırışığında formalaşıb. Alp qırışığına biz Koreyanı deyə bilərik. Ən azı birinə aid olan düzgün, ha. Biri götürəcəyik. Koreya alp Koreya, qırışıqlığı. Koreya platformadır, amma deyəsən Heç biri Koreya alp gedəcək. qırışıqlığı deyilməlimi bu yarımadalarda? Florida, Bunu çıxarıq. Kola, Labrador. Aha. Heç biri. Ərazisi 3 yarımkürədə yerləşir. 3 yarımkürəyə orada 3 yarımkürədə Yurtland yerləşməsi deyirəm. üçün ya Greenwich, ya 180 ya da ekvator Yaxın kəsməlidir. O da Heç yox, birini də deyəsən. heç biri kəsmir o dediklərimdən. Bu da yanlışdır. Cavab. Filiz mənşəli faydalı qazıntılara rast gəlinir. Filiz. Labrador Filiz yarımadasında deyərkən dəmir filizi yada düşür ki, bəli, Labradorda Dəmir filizi deyəcəyik müəllimə, dəmir filizi. Dəmir Bunu filizi. götürərik. Çünki Götürəcəyik. artıq birinə də belə aid olsa onu götürməliyik. 4-ə baxaq. sahillərini 3 okean suları yuyur. 3 okean. 3 okean suyu yuyan deməli yoxdur axı burada. Yoxdur, bəli. Lazım deyil bizə 4-də. 5-ə baxaq. Ərazisi 2 ölkəyə məxsusdur. Bundan götürə bilərik. Hə, Məsələn, hansı yarımadanı? Yutlandiyanı götürə bilərik. Bəli, Almaniya və Danimarka. Bir də Koreyanı. Kore yarımadası da demək Rusiya ilə Koreya idi. Şimali Koreya, Cənubi Koreya yerləşir. Cənubi Koreya. Biri sosialist, biri inkişaf etmiş ölkə. Aha. Sonra 5-i götürdük deməm 3-5. Buzlaq mənşəli relyef formalarına rast gəlinir. Burada deyə bilərik bəli Kolada. Labradorda, Kolada təbii ki, Labrador. buzaq relye formaları var, doğrudur. 7-yə baxaq. Karib dənizindən cənub-şərqdə yerləşir. Karib dənizindən cənub-şərqdə. Hansı yarımada Karib dənizindən cənub-şərqdə yerləşər? Orada məsələn Florida var. Florida şimal-şərqdə yerləşə bilər, amma Karib dənizindən cənub-şərqdə belə bir yarımada yoxdur. Yəni bunların bu verilənlərdən. Bunu biz çıxarıq. 8-ə baxaq. Ərazidə mülayim dəniz iqlim tipi mövcuddur. Burada mənim götürmək olar 8. Bəli, 8-i götürmək olar. Çünki Labrador yarımadasının cənubunda mülayim dəniz var. Bir də Yutlandiya yarımadası da mülayim dənizdə yerləşəcək. Bəli. Sualın doğru cavabı C variantı. 18-ə baxırıq. 3-1. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Skandinaviya yarımadası, Hind-Çin yarımadası, Piriney yarımadası. Deməli, burada monarxiya idarəetmə formasına malik ölkə mövcuddur. Monarxiya. Monarxiya Pirineydə Vatikan deyə bilərik. Pirineydə yerləşmir axı Vatikan, Apenində yerləşir. Piriney, Apenin, hə. Yarımadalara həmişə səhv salıram mən. Hə, məsələn Skandinaviyada İsveç, Norveç bunlar yerləşəcək konstitusiyalı monarxiya ölkələri yerləşəcək. Deyə bilərik. Sonra Hind-Çin yarımadasında monarxiya yoxdur. Məsələn Kamboca, Tayland konstitusiyalı monarxiya ölkələridir. Piriney yarımadasında da İspaniyanı monarxiya götürə bilərik müəllimə. Düzdür? Ona görə də 3-ündə də monarxiya idarəetmə formasına malik ölkə mövcuddur. Yəni hamısına aiddir. Bəli, hamısına aiddir. 4-ə A gedəcək burada. Sonra ərazisinin bütün hissələrində gecə və gündüzün adi növbələşməsi pozulmur. Bir dəqiqə mənim. Pozulma harda olar? Qütb dairəsini keçəndə. Yəni 66.5. Hansı keçər burada? Pozulmur. Məsələn, Hind-Çini götürə bilərik. Pirineyi götürə bilərik. 6 götürəcəkdə yəni. Bəli, ortaq xüsusiyyət 6-dır. Skandinaviyada pozulan ərazi də var, pozulmayan ərazi də var. Ona görə Hind-Çin yarımadası və Piriney yarımadasında pozulmur. Və 6-ya da B olacaq. Sonra Çayları 2 okean hövzəsinə aiddir. Elə Hind-Çin yarımadası ilə Skandinaviyanı deyə bilərik. Bəli, mənim. 2-yə C, sonra ərazisində aid olduğu qitənin 2 ucqar nöqtəsi yerləşir. 2 ucqar nöqtəsi olacaq elə Pirineydə götürəcəyik Portuqaliyaya görə. Doğrudur. Dedirik bu xüsusiyyəti, yəni D-ni. Bəli. Sonra Qərb yarımkürəsində yerləşir. Qərb yarımkürəsində yerləşən Piriney yarımadası Portuqaliya tərəfdən elə düşür də, elə onu götürəcəyik yenə. Qərb yarımkürəsində yerləşəcək. Portuqaliyaya görə Pirineyi götürərik, bəli. Deyə həm də nəyə aid edərik biz? Yeni. Hə, D-yə. Sonra 8-ə baxaq. Ərazisində yerləşən ölkələrdən kənd təsərrüfatının aparıcı sahəsi əkinçilikdir. Bir dəqiqə mənim, əkinçilik olsa Hind-Çini deyə bilərik, elə Piriney də deyə bilərik də cənub hissəsi. Yenə burada 6-ya B, F götürə bilərik. Bəli, 6-ya Hind-Çinlə Pirineydə əkinçilik olacaq, doğrudur. Sonra nə qaldı ki, Şaqri Çindən kölgəsi il ərzində günorta vaxtı üfüqün həm şimal, həm cənub tərəfində düşə bilər. Üfüqün həm şimal, həm
Bu uje Hindçinə aid olar Hindçin müəllimə, düzdür? yarımadasını götürə bilərik. Bəli, Yəni bəli. o tropiklərin Hindçin. arasında bir ərazi olmalıdır ki, günəşi həm özündən şimalda, həm cənubda və ya da kölgələr həm şimala, həm cənub tərəfdə düşə bilsin. Hindçinə 3-ə də burada G olacaq. 3G. Bəli. İndi qaldı H. İnkişaf etmiş ölkələr yerləşir. Elə Skandinaviyada da var, Pirneydə də var. Bəli. Elə 5 5-ə. götürəcəyik var. 5-ə H olacaq. Eston xalqı ilə eyni dil ailəsinə mənsub olan xalqlar yaşayır. Bunlar da yəqin Finlandiya ölkəsidir Bəli, də. Finlandiyadır. Finlandiya hansı yarımadada olacaq? Skandinaviya Xalqlar olacaq. yarımadası. Skandinaviya yarımadası Estoniya ilə eyni Finland- dil ailəsinə mənsub olan xalqlar yaşayır. Finlər, Yəni Finlər nəzərdə Finlər. Aha. A Doğrudur. variantı K keçir. olacaq. Bu da 1-ə uyğun gəlir. 1K. Birə də K. Bəli. Uyğunlaşdırsa 1K, 2C, 3G, 4A, 5H, 6B, F oldu, 7D ilə Y oldu. A variantı Bəli. ilə sualın doğru cavabıdır. Nəhayət. 18-i izah etdik, 19-a baxaq müəllimə. Yenə də Venn diaqramı. Bugünkü suallar dəhşət suallardır. Hə. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, Kür, Araz, Samur, Qanıq. Məsələn, okean səviyyəsindən yuxarıdadır. Okean səviyyəsindən yuxarıda Qanıxı, Arazı. Araz -11, Kür -27, bir dənə orada Qanıq yuxarıda olacaq. Qanıq götürəcək. 3 olacaq. 3 Hə, A. Qanığa 3-ə A götürək, burada elə içində yazıq. A, sonra 3 A. Sonra qonşu dövlətlə sərhəddə üzərində müştərək seçilər inşa edilmişdir. Bir dəqiqə müəllim. Burada qonşu dövlətlə Kürün üzərində də var. o Azərbaycan içərisində də, amma Araz çayında olan su anbarları Arazın deyə var, bilərik. Arazın var. İranda, İranla. Bəli, bəli. Hə, Araza 7-yə gedəcək nə? B. B var. 7-yə B olacaq. Sonra Demək, əsas çayın qolu hesab edilir. Əsas çayın qolu. əsas çay Kür Elə əsas çayıdır. çayın Kürün qolu- əsas qolları ən Kürün böyük qolu sol qolu, ən Qanıqdır böyük da. sağ qolu. Ən böyük sağ sol Ən qolu. Arazla böyük- Qanığı götürür. Hə, Araz onun qolu deyil. Araz qoludur da Kürə tökülür də, elə Onu deyək də. götürəcəyim var. Hə, Qanıq da Onda ən elə böyük sol dördə qolu sayılır götürəcəyim, Kürün. bəli. Yeraltı sularla ikisi də qidalanır. 4-ə aid olacaq nə? C. Deyəcəyim. C. Bəli. Aha. 3 ölkənin ərazisindən axır. 3 ölkənin ərazisindən axan bir dəqiqə burada Kürü götürəcəyik. Yoxsa Kür də Gürcüstan, Türkiyə, müəllimə 3 Azərbaycan. ölkədə Araz 4 dənə ölkə olacaq, nə az nə çox. 5-ə aid olacaq burada D. D. Sonra harda qaldıq? Hə, ölkəmizin ən böyük su anbarının linlənməsində iştirak edir. Linlənməsində iştirak edir. Su anbarının linlənməsində elə Kürlə Kürlə Qanıqdır da müəllimə. Qanığı deyə Kür bilərik. çayına Qanıq çayıdır. Mingəçevir su anbarına tökülür axı Qanıq çayı həmçinin. Ona görə burada Amma ikiyə- Y olacaq. Yəni 2-yə Y. Y-yə oxşamır. Hə. Sonra Mənbəyinin yerləşdiyi ölkənin çayları 2 okean hövzəsinə aiddir. Burada da 2 okean hövzəsinə həm Kürlə iki Arazda okean. müəllimə. Çünki Altı- mənbəyi Kür- Türkiyədə də indi bayaq Türkiyədən danışdıq ki, 2 okean hövzəsinə aid çayları. Türkiyədən Həm Hind Atlantik okeanı, və Hind bəli, okeanı. həm daxili axar sözü də var, o heç. Yəni bu Bizim aid güneydə olacaq olur. Kürlə Arazın oxşar xüsusiyyəti burada hansı olacaq? 6. Görürsüz 6. 6 6 yəni buradan qıraqdan yazıram 6-ya F. İki. Sonra 6-ya F oldu. Mənsəbi dünyanın ən böyük qapalı su hövzəsidir. Elə Kürü, Arazı deyib götürə biləcəyik onu. elə Kürü, Samuru götürərik. Araz Kürə Xəzərə tökülmür axı, Kürə tökülür. Samurla Kür çayına aiddir. Yəni Xəzər dənizinə tökülməsi, qapalı su hövzəsi, yəni mənsəbidir. 9-a Yəni- götürəcəyik. Samurdan Kür. 9 Aha, deyil. Samurla Kürün ortaq xüsusiyyəti 9-u, 9-a aid olacaq burada G. Aha. 9 G. Üzərində sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Elə Samur çayının üzərində var da öyle orada. Bir də Arazın üzərində. 8. Hə, 8 olacaq Samur, Araz çay üzərində Araz. sərhəd keçid məntəqəsi fəaliyyət göstərəcək. Yəni 8-ə H H. aiddir. Sonra Mənsəbinin yerləşdiyi tektonik zonada qışı quraq keçən mülayim isti iqlim yarımtipi formalaşmışdır. Kanı da bir götürəcək. mənsəbinin yerləşdiyi tektonik zonada qışı quraq keçən mülayim isti iqlim yarım tipi formalaşmışdır.
Bu Mənsəbinin həm Kür, yerləşdiyi. Demək həm Kür Araz, çayı, həm Qanıq. Araz, həm də Qanıq çayı. Bəli. Mənsəbi Tektonik zonası, Kür tektonik zonasıdır. Kür tektonik zonasında həm yayı quraq keçən, həm də qışı quraq keçən mülayim isti iqlim yarım tipi formalaşır. Demir ha hansıdır, hansı iqlimdir? Yarım səhrada əslində normalda Küraraz deyəndə, amma burada tektonik zona deyirsə, Qanıq Həri çayı da Kürə aiddir. Lənkəran ovalığı da Kür tektonik zonasına aiddir. Yəni bu çayların mənsəbləri həmin tektonik zonada yerləşdiyinə görə mülayim isti iqlim var. Həm yayı quraq Bəli, keçən, var. həm də qışı quraq keçən. Yəni bura 1-ə K uyğun gələcək. 3 dənə çay. Amma Samur çayını, Samur çayı burada ortaq xüsusiyyət vermir də, biri verib burada. Bəli. Hə. Bunda D gəlir çıxdı. 1K, 2Y, 3A, 4C, 5D, 6F, 7B, 8H, 9G. 9G. D variantı. 1-ə K gedəcək. Kür, Araz və Qanıxa gedir. Mülayim isti iqlim, yəni tektonik zonası. Bəli, D variantı sualın doğru cavabıdır. 20-ni də izah edin müəllimə. Görünür. Aha. Deməli, doğru fikirləri müəyyən edin. Yeni Qviniya adası yerləşdiyi yarımkürənin ən böyük adasıdır və ərazisi iki ölkəyə məxsusdur. Yerləşdiyi yarımkürənin şərq yarımkürəsində. Cənub yarımkürəsinin ən böyük adası sayılır. Bəli, iki ölkə İndoneziya və Papua Yeni Qvineyaya aiddir. Yerli əhalisi Papuaslardır. Lamington vulkanı yerləşir. Biri doğru götürəcək. Sonra bir düzdür. Tibet dağlıq yaylası Mezozoik qırışıqlığında yaranır və qərb xəttindən yuxarıda yerləşən hissəsi mövcud deyil. Niyə mövcud deyil? Səhvdir bu. bəli, 7000-dən yuxarı niyə olmasın ki? Mezozoyu doğrudur yazıb. Amma ki 7000-dən yuxarı olduğu üçün burada qar xətti mövcud olacaq. 2 yanlışı götürmürük. 3-ə baxaq. Ruiz Cotopaxi, San Pedro, Taxomoco və Liliaco vulkanları Latin Amerikasında yerləşir. Bir də Ruiz Kolumbiya, Cotopaxi Ekvador, San Pedro'da, Çilidə, San Pedro Çilidədir. Taxomoco Guatemala, Liliaco da Çilidə. Bəli, hamısı Latin Amerikasındadır. Sonra 3. Amma dərya və sırdarya çayları ilin soyuq dövründə bol sulu olduğuna görə yay aylarında Aral gölünə gəlib çata bilmirlər. Yay aylarında quruyurlar. Olmaz axı bu. İlin qar və buzlaq suları deyil bu. bəli, qar və buzlaq sularıdır. Yay aylarında bol sulu olarlar. Yay aylarında bəli, bol sulu olacaqlar. Gölünə gəlib çatmır Bəli. ifadəsi yanlışdır burada. 5-ə baxaq. 5. Daxili dənizlərdə qabarma dalğasının hündürlüyü kiçik olur. Daxili dənizlərdə az olar da, düzdür. Bəli, amma kənar dənizlərdə isə hündürlüyü böyük olacaq. Azor odaları litosuit havaların konvergent sərhədində yerləşir. Azor müqəddəs, bu divergentdadır. Azor müqəddəs Yelenadır, Tristan de Cunha'dır. Bunlar hamısı divergent Bəli, sərhəd. divergent zonada yerləşəcək, bəli. Yəni Şimali Bir, Amerika üç, və beş. Avrasiya litosfer havalarının ayrılması nəticəsində İslandiya və Azor adaları yaranmışdır. 1-3-5 bəli, sualın doğru cavabıdır. Oldu müəllimə, sağollaşıram sizlə. Sağ olun. Buyurun. Deməli, Eyler-Vent diaqramına əsasən uyğunluğu müəyyən edin. Savanna və seyrək meşələr təbii zonası, bir də tayqa təbii zonasını müqayisə edəcəyik. Yalnız əsas iqlim qurşağında rast gəlinir. Yalnız savanna seyrək meşələri deyənmərik, çünki dedik ki, subekvatorialda, tropikdə, hətta subtropikdə də var idi. Amma tayqa mülayim deyildi. Deməli, tayqanı elə birə verir. Bu Yalnız birincini tayqaya olacaq. Bəli. 2-yə. 2-yə 1 aid olacaq sonra. Torpaq örtüyünün əsas hissəsində rütubətlənmə əmsalı vahiddən kiçikdir. Vahiddən kiçikdir. Bu savanna seyrək meşələrə daha çox Tayqada uyğun gəlir. böyük Çünki tayqa olacaq da vahiddən. böyükdür, hə. Zəngin torf ehtiyatı bu tayqaya daha çox uyğun gəlir. Çünki bataqlıqlar olurdu orada. Aha. Burada torf olurdu. Üç bataqlıq Şimali var. Amerika materikində rast gəlinir. Şimali Amerika materikində rast gəlinir həm savannaya, həm də tayqaya. Ona görə də ortaq cəhət 3-ə getər. Bu 3-ə Bəli. veririk. Çayların səviyyəsi il ərzində kəskin dəyişir. Bu savannaya aid olar. Çünki bilirik ki, subekvatorialda və yaxud da sularda olanda, yəni birindən alacaqdır. Məsələn, subekvatorialdadırsa, ekvatorialdan yayda alacaq, qışda tropikdən. Bu zaman kəskin dəyişmə baş verəcək. Bəli, yayı bol Ona sulu görə- olar, qışı isə qıt sulu olar. Qışı isə bəli. Hı. Bir də rast gəlinən ərazilərin çox hissəsi platformadır. Bu ortaq cəhət götürə bilərik. Çünki Bəli, Artıq qruplaşdıraq. 6-ya aid edəcək 3-ü, yəni rum rəqəmi. 4-dən 6. A variantı uyğun gəlir. 1-3. 2-yə gedir. 4-6. 2 də Ha, 2-5 A variantı. aha. 22-yə 22 baxaq. Respublikamızın sərhədləri boyunca yerləşən fiziki coğrafi obyektləri uyğun olaraq qruplaşdırın. Deməli, İranla sərhədimiz boyu
Deməli çaylar Araz çayını deyəcəyik, Bolqar çayı deyəcəyik. Burada Araz desən yoxdur, amma Bolqar çayı deyə bilərik. Bir de Burada Astara Astara çayı çayı demək deyəcəyik. olmaz. Bunların ikisini deyəcəyik, bəli. Aha. Sonra bir də burada Talış dağlarını demək olar. Sərhəd boyu çünki dedik bir dənə Talış silsiləsi uzanırdı. Hı. Yəni burada da Yani Haşa deyə olacak bilərik ne? ona. Bulgar çay, Astara Dörd, çay, 4-6 4 bir de mənim Haş. 6 olacaq. 4-6 Haş. Haş Bunlar hardadır? C'ni çıxarıq. 7 də verib. Bəsicə yerləşmə. D-ni də çıxarır. D-ni çıxarıq. Yeni də Rusiya ilə çıxarıq. sərhəddə Samur çayı axacaq. Bir də Sudur silsiləsi. Bunlar ikisidir. Yəni burada. Bəli, Samurla Sudur 2-yə B aid olacaq. Yəni Rum rəqəmi 2 və B. Sonra 3-ə baxaq. Ermənistan. Hə, baxırıq. Mazım çay. Yox, Ermənistan gəlir. Hə. Bir dəqiqə. Ermənistanla. Hə, bu Ermənistanla axı çayımız. Yoxdur. Burada çay yoxdur. Yoxdur, amma yoxdur. Bu silsilələrə tərəfə baxırıq. baxmalısınız. 3 dənə silsilə Hə, görəcəksiniz. Şahdağ silsiləsini deyə bilərik. Burada düşür. Şərqi Göyçə də düşəcək. Bir də Dərələyəz. Hə. Dərələyəz Dərələyəz. görəcəyik. Aha. Ona görə burada Görəcəyik. Qarabağ Bir də dağları F verib A-nı çıxarıq buna görə. Yalnız vulkanik yayla olsaydı, vulkanik yayla götürmək olardı. Dağların hə, dağlar düşməz. dağları idi. Hə, ona görə də F burada olmaz. Cavab Olmayacaq. B Bir dənə variantı. variant qalır. Aha. 23-ə baxaq. 23-də uyğunluğu müəyyən edin. Deməli, burada Samur Yalama Milli Parkı, Çorçay, Türyançay və İlisu. Samur Yalamada düzənlik meşə landşaftını götürərik. Çorçayda Bozdağın təbii landşaftını götürərik. Türyançay arit meşə, İlisuda dağ meşə. Doğrudur müəllimə. 24-ə baxaq. Hə. Şimali Amerika materikində yerləşən gölləri şərqdən qərbə doğru müvafiq ardıcıllıqla sıralayın. Qərbə soruşur. Deməli, biz elə Hurumla başlayacağıq. Hə, olar. Hurum. Çünki şərqdən o tərəfə gələndə birinci Hurum qarşımıza çıxacaq. Sonra Winnipegi deyərik. Sonra Böyük Çöləni, ən axırda Böyük Ayı. Çünki Aynen. Böyük Ayı Kölə sonra. Böyük Çölədən Kölədən sonra hansı çay başlayırdı müəllimə Beaufort dənizinə tökülürdü? gəlir. Beaufortda tökülən. Mackenzie. Mackenzie. Variantı sualın doğru cavabıdır. 25-ə baxaq. Rəqəmlərlə qeyd edilmiş sütunlarda əhalinin yaş aralıqlarının faizlə verilmişdir. Buna əsasən qitələrin adlarının düzgün verildiyi müvafiq bəndi seçin. Aha. Deməli, burada müəllimə birincisi, deməli, yaşlıların payı çoxdursa, bu Avropa, ən çox da Avropa üçün verir də yaşlıların sayını. Ona görə birinci ilə Avropa ölkəsini götürərik. Yəni birdə Avropa İkinci- olmayanları çıxardı o zaman. Hı. Birinci çıxacaq. Sonra dördüncü çıxacaq Şimal Amerikanın. Aha. İkisini çıxarır. Sonra ikinci, ikidə. Burada həqiqətən də birinci dünya üzrə gedir, dünya üzrə. Bunu verib dərslikdə. Avropa, budur Afrikadır. Bura üçüncü məntəqə olacaq. Daha doğrusu bu Avropadır, bu Asiyadır, üçüncü olur Afrika, dördüncü olacaq Şimali Amerika, sonra Cənubi Amerika, ən axırda Avstraliya Okeaniyadır. Bəli. Və Y variantında da burada baxsaq müəllimə, birinci Avropa, bura yəni, birinci Avropadır, sonra Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya. Yəni həm də bunu belə əzbər yadda saxlamasaq da, bu uşaqların sayı aşağıda Təxmini yaşıl tapmaq olur rənglərdə. müəllimə. Bəli, məntiqlə tapmaq olur. Yaşıl rəngdə uşaqları çox olanlar, uşaq sayı çox olanlar, inkişafdan geri olan, yəni ölkələrdir, inkişaf etməkdə olan daha doğrusu ölkələrdir. Asiyada, Afrika və Latin Amerikası ölkələri, Cənubi Amerikada götürə bilərsiniz. Bir də qocaların sayına baxsanız, həmin ölkələrdə az olar. Düzdür? Amma qocaların sayı çox olan ölkələr necə ölkələr olacaq müəllimə? Onlar inkişaf etmiş ölkələrdir. Çünki dedik İnkişaf- yaşlıların sayı daha çox birinci tipdə. Yəni baxın bu Yaşlı- qocaların sayı ən az olanlar bax budur. Onlar inkişafda olandı, Bəli. azdırsa inkişafda olan ölkələrdir, geridə qalmışlardı. Bəli. Amma inkişaf etmiş ölkələrdə yaşlılar çox. Yəni inkişafdan geri olan ölkələrdə yaşlılar azdır. Çünki ən az yaşlı əhali harda olacaq? Malidə 2% təşkil edir. Uşaqların sayına görə dünyada Yəmən fərqlənir, 52% də uşaqdır. Oldu müəllimə, sağollaşıram sizlə. Kim davam edir? 26-cı sual. Buyurun müəllimlər. 3-cü linkdəyik artıq. Buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Səbinə müəllimə. Buyurun 26-nı izah edin. Bərabər rütubətli. Bərabər rütubətli subtropik iqlim tipinin müşahidə olunmadığı yarımkürədə yerləşən və günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları
fərqinin bərabər olduğu iki coğrafi enlik arasında ən qısa məsafə 6771 kilometrdir. Bu coğrafi enlikləri müəyyən edin. Deməli, bərabər rütubətli subtropik iqlim tipli müşahidə olunmadığı deyirsə, bu şimal yarımkürəsidir. Hı -hı. Maksimum və minimum düşmə bucaqları fərqinin bərabər olduğu. İki coğrafi enlik Coğrafi arasında nə enlik. qədər məsafə var? Onu 111-ə böləndə nə qədər alarıq biz? Bu 61 dərəcə. təxminən 61 dərəcə. 61. Bəli. İndi müəllimə hansı enliklər arasında 61 61 dərəcə fərq olar sizcə? Hansı? Bu enlik üzrə götürürük Bax, də biz bunu. cənub Burada yəqin ki, yarımkürələrini buradan çıxarsın. Çünki şimal bəli. yarımkürəsindədir bu enliklər. Bunları çıxdıq. Yerdə Onların da qaldı fərqini ABY. taparıq. Məsələn, 75.5-dən 14.5 çıxsaq, bu 61 eləcə elə alarıq. 61. Hə, A variantı. Bəli. Amma yenə də bizə burada deyir ki, günorta vaxtı maksimum və minimum düşmə bucaqları fərqi bərabər olduğu. Bizdə 75,5 şimal enliyinə minimum düşmə bucağı axı qütbdədir, 0 dərəcə olar. Maksimum da biz taparıq düsturla 90 çıxılsın, 23,5, bir də 75,5. Burada mən hesablamışam 38 dərəcə alarsınız. Bunu, yəni aldınız. Yəni 0 ilə 38 arasında elə 38 var. Arasında fərq, yəni maksimum və minimum düşmə bucaqları arasında 75,5-də 38-dir. Görək 14,5-də də 38 alırıq. 14,5 bir sizi tropiklərin arasında, tropikdən aşağıdadır. Yəni ona görə orada 90 dərəcə bucağı düşür. olacaq. Aha, 90 dərəcə düşür. Maksimum 90, Minimumda görək minimumda hə, 90 minus deməli 23,5 14,5 bir də 14,5. Bəli, bu da Alırsınız orada da ikisində də eyni olacaq. 48 eləmir müəllimə. 48. Mən şifahi hesabladım, ola bilsin Yox, səhv hesabladım. şifahi yox. Kim hesablayırsa aşağıda müəllimlər köməklik edin. Siz bu həmin 14,5 dərəcə şimal enliyi üçün minimum düşmə bucağını tapın, Minimum zəhmət düşmə olmasa. Görün 52 alırsınız yoxsa yox. Maksimum 90-dır. Əgər 52 aldınızsa, Siz ümumi cavabı, bir dəqiqə. 52 alanda 90-dan 52 çıxıb 38 almalıyıq biz. Yəni burada da 38 olmalıdır burada. Çünki bizə deyir ki, minimum və maksimum düşmə bucaqları bərabər olan iki coğrafi Bərabər enlik. İkisində də gərək bərabər olsun. 52 eləyər. 90-dan da 52 çıxacaq. Hesabladınız müəllimə? Belə də ki, müəllimə, 52. başqa bunun belə vaxt aparmamaq üçün elə çıxsaq daha yaxşıdır. Çünki o birisi variantların heç birisində Bəli. çıxsaq da Amma yenə də final emin olsa, tam əmin olmaq üçün onu da hesablayırıq fərqi nə qədərdir. Birdən belə bir sual olsaydı onu da tapmaq olsun da yəni. 27-yə baxaq müəllimə, buyurun. deməli, Meksika, Car və Monqolistan dövlətlərindən heç birinə aid olmayan xüsusiyyətləri seçin. Geosinklinalda yerləşir. Deməli, heç birinə aid olmasın. Bu bir dəqiqə. Car geosinklinalda yerləşmir. Meksika yerləşir. Monqolistan da yerləşir sayılır da Meksikaya yəqin aid ki. olduğu üçün bizə aid olmayan lazımdır, biri götürməliyik. Burada müəllimə heç birinə aid olmayan deyir də. Heç birinə görə aid olmasın. Amma Meksikaya aiddir axı geosignal. Ona görə götürməliyik. Onu bəli götürmürük. 2-yə baxaq. Sonra monarxiya idarə etmə formasına malikdir. Monarxiya bunların heç birisində yoxdur. Bəli, Ona aid görə bunu olmayan. götürürük. Götürəcəyik. Üçünə də aid deyil yəni. Sonra Bəli. 14-cü saat qurşağında yerləşir. Bir 14-cü saat 14-cü qurşağı müəllimə saat 150 qərb uzunluğu eləyir. 24-dən 150 14-ü qərb çıxırsınız, uzunluğu 15-ə edirsə, bu vurursunuz. 150 qərb edəcək. yəqin ki, Meksikanın düşmə Olmaz ehtimalı müəllimə. var. Yox, Məncə düşmür. o da düşmür. Düşməz. Orada Düşmür, 120 keçir 2, oradan. 3. O da ABŞ Kanadanın ərazisindən keçir qərb uzunluğu. 150 ümumiyyətlə keçməz oradan. Yəni heç birinin ərazisindən keçməz daha doğrusu. Yəni bu da ayrı olacaq da o zaman. Yəni heç birindən keçmir deyə. Bəli, götürdük onu da. Sonra Havanın temperaturunun ən aşağı olduğu aylar iyun, iyul və avqust aylarıdır. Bir dəqiqə, ən aşağı olduğu yəni qış aylarının aşağı. iyun, avqust olduğu yarımkürə hansı yarımkürədir? Cənub Bu yarımkürəsidir o. ölkələrdən Ona cənub görə də bunu yarımkürəsində var. var. Car məsələn cənub Amma yarımkürəsində olduğuna üçünə də görə o aid ona deyil. aid olur. Bəli, götürə bilmirik. Aha. 5 oxuyun. Tam iqtisadi inteqrasiya səciyyəvidir. Bu yalnız ABŞ-a aid bir şeydir. Ona görə bunu da heç birinə aid olmayan olaraq götürürük. Aha. 5. Əhalisi əsasən Altay dil ailəsinə mənsubdur. Altay Monqolistanda var idi deyəsən. Carda Meksikada olmaz. Carda məsələn Hind-Avropa dil ailəsi German dil qrupudur. Meksikada Roman dil qrupuna aiddir. Düzdür müəllimə? 2-3B variantı olacaq. 28-ə baxaq.
Baxın müəllimə, Deməli, Kür bir o Arazda yadımdadır ki, 6 dənədir. Qonaqkənd müəllimə Quba 4 Xaçmazda dənə. hamısı ilə Bəli, sərhəd idi. 4 dənə olacaq. Lənkəranda olacaq 2 dənə. Yuxarı ilə bir də Talışı deyəcəyik. Talışda olacaq 1 dənə elə Lənkərandır. Həkəridə də olacaq 3 dənə. İndi sıralayın müəllimə. Talış gələcək. Bütün fiziki coğrafi rayonların sərhəd olduğu fiziki coğrafi rayonların sayını mən konspekt kimi alt-alta yazacağam. Bundan ilhamlanıb bu sualdan, yəni iqtisadi rayonlar üçün də hazırlayacağam. Birdən iqtisadi rayonların da həm sərhəd olduğu iqtisadi rayonların sayına görə sual sala bilərlər. Hə. İndi Bəli. burada da müəllimə azalma deyir, artma deyir. Deməli, Onda qabağını tutmuşam. bizdən Hə, artması deyir. rayon Hə. sayısının Talışdan artmasına görə başlayarsınız, Lənkəran. Bu formada gedərsiniz 5, müəllimə. 3, 4, 1, 2. 5, 3, 4, 1, 2 2. doğru. C C bəndi. variantı, bəli. 29-a baxaq. Deməli, ölkənin geosiyasi roluna aid olan əsas amillər və digər amillər. Bu çox Deməli, sadədir. Bu ə, siyasi xəritə bölməsindədir bu. deməli, iqtisadi güc, ümumdaxili məhsul həcmi bu əsas amil olacaq. Bəli, təbii resurslar, hərbi güc, bir Bəli. ölkənin nüvəsi varsa, nüvə potensialı, hərbi Bəli, bunlar büdcə də ola bilər. əsaslardır. Bunlar əsasdır. Yəni üdm-dir, təbii resurslardır, bir də hərbi gücdür. Qalanları Hərbi gücdür. vətəndaşın sağlamlığı olsun, sabitlik olsun, ölkə daxili, siyasi təsir dairəsi sxemdə verilir, özünüz də bilirsiniz. Bunlar olacaq digər amillərə. Doğru cavab Y variantı. 30-a baxaq. Əlvan metallurgiya xammalı, demək uyğunluğu müəyyən edin deyir. Əlvan metallurgiya xammalı, qara metallurgiya xammalı, qeyri-filiz xammalı. Deməli, seçim edirik. Əlvan metallara aid olar. Wolfram, Mis, əlvan. mis, əlvandır. Mis, Bir bəli, də boksit, boksit əlvandır. alüminiumda, yəni bunlar əlvan olacaq. Hı. Yəni wolfram, Manqan, aha, manqan, xrom, dəmir. Bu üçlük həmişə hər yerdə var. Qara qara metallurgiyaya aiddir. metallurgiyadır. Yerdə qalanlar da qeyri-filizdir. Yəni Bunlar apatitdir, qeyri-filiz. perlitdir, azbestdir. Bəli. Belə uyğunlaşdırıb yazacaqsınız. Burada Bəli. 3, 4, 8 1-ə uyğun gəlir. 1, 5, 6 da 2-yə, qalanı da 3-ə. Yəni D variantı sualın doğru D bəndi. cavabıdır. Hı -hı. Oldu müəllimə, sağollaşıram sizlə. Oldu. Bu iki sualı izah edin. Bəli, doğru olmayan fikirləri müəyyən edin. OPEC təşkilatında 4 qitədən olan ölkə var. OPEC təşkilatında deməli Afrikadır, Cənubi Amerikadır, bir də Asiyadan. 3 qitədir müəllimə. 3 qitədən olacaq. Bizə Bəli. doğru olmayanı Ay- deyir də. Aha, biri götürürük. Biri götürəcəyik, doğru. Sonra 2-yə baxaq. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin hamısı respublika idarəetmə formasına malikdir. Deməli, Təhlükəsizlik Şurasına aid olan ölkələr Çindir, Rusiyadır, sonra Almaniyadır, ABŞ-dır, yox, ABŞ-dır, Aha. Fransadır, Böyük Britaniyadır. Deməli, bu 5-i aiddir. Bunlardan da respublika idarəetmə formasına malik olan ölkə yoxdur mənim orada. Hamısı deyir Məsələn, respublikada. Axı Böyük Britaniya monarxiyadır. hə, Böyük Britaniya, bəli. İran deyil. Bu da yanlışdır. Bəli. 3. ÜDM-nin adam başına düşən gəlirləri eyni olan ölkələrdə insan inkişaf indeksi eyni olmaya bilər. Bəli, müəllimə, eyni olmaya bilər. Yəni bütün inkişaf etmiş ölkələr belə deyək də, ümumiyyətcə inkişaflı olan ölkələrdə də, yəni Elə fərqli ərəb olur. ölkələrini götürək müəllimə. Orada həm əsas orta ömür müddəti də indeksə lazımdır. Savadlıq səviyyəsi də önəmlidir. Yəni üçünü birləşdirməlidir. Yəni nə olsun ki, yəni ərəb ölkələrində adam başına düşən gəlirlər yaxşıdır, yəni sənaye baxımından yaxşıdır. İndeksdə eyni olmaya bilər. Üçü doğrudur müəllimə. 4-ə baxaq. Bizə lazımdır yanlışlar. Gömrük İttifaqının məqsədi ona üzv olan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin sıx qurulmasıdır. Deməli, Gömrük İttifaqında güzəştli ikinci, düzdür mənim burada siyasi, Bəli, iqtisadi, doğrudur. mədəni əlaqələrdir. Aha. BMT-nin dünyada ərzaq təhlükəsizliyini nəzarət edən ixtisaslaşmış təşkilatlar, ərzaqa FAO idi, ISESCO deyil. Bəli. Yəni bu yanlışdır. Ümumdünya Səhiyyə Təşkilatı yanlışdır. Təbii artım hər bir nəfərə görə promillə hesablanır, bu da düzdür. Bir müəllimə duzludur, bir də əhalidir. Promil olacaq. 1000-də 1 yəni. 1, 2, 5 sualın doğru cavabı da 32-yə baxaq. Çaylar sizindir. Qəşəng sualdır. Doğru fikirləri müəyyən edin. Aha. 4 rəqəmi ilə göstərilmiş çayın düşməsi 400 metrdən daha aşağıdır və bu çayın axdığı ərazidə çöl, meşə, çöl, enliyarpaqlı meşə, qarışıq meşə, təbii
Birincisi 4-ə baxırıq. Deməli 4 olur Dnestr çayı. Dnepr, Dnestrdə müəllimə? Dnepr, Dnepr. Dnepr. Yuxarıdan başlayır, Dnepr. Rusiya, Belarus, Ukraynanın paytaxtı Kiyevdən keçir, Qara dənizə tökülür. Aha. Burada çöl meşə çöl var, enli yarpaq da var. Yəni Qarışıq mənsəbi olmaz. çöldə yerləşir də, qara torpaqlardır mənsəbi. 3 çayın üçü Burada də. qarışıq da olar. Amma bu 400 metri bilmədim. O Demək müəllimə, aşağı Valda olar orada. yüksəkliyi 220-dir. Volqa Bu başlayır. Qara dənizə sıfıra gəlir düşür. Onların fərqi 220-dən sıfıra çıxanda 220-dir. Yəni 400-dən aşağı oldu da. Yəni 400 metrdən aşağıdır ifadəsi doğru olacaq. Demək bu ifadə ümumilikdə Dnepr çayı üçün doğrudur. Həm çöl zonası, həm də bu 400 metrdən aşağı Bəli. olması. A doğru cavabdır. İndi B, C, D, Y niyə yanlışdır, ona aydınlıq gətirək. Aha. 3 rəqəmi ilə göstərilən çayın keçdiyi ərazilərdə qonur meşə torpaqlarına rast gəlinir və bu çayın səviyyəsi il boyu kəskin dəyişir. Deməli 3 olur Reyn çayı. Və Reyn çayında ümumiyyətlə kəskin dəyişməz, yəni mülayim dənizdə yerləşir və orada qonur meşə torpaqlarına rast gəlinməsi. O da yanlışdır. Orada Qonur meşə olar torpaqları müəllimə. Niyə deyil. olmaz ki? Qonur meşə torpaqları var orada. Mülayim enlikdə yerləşirlər. Qonur meşə, qəhvəyi meşə torpaqları mülayim iqlimdə olacaq. Sadəcə burada Reyn Dəyişmir. çayı il boyu bol suludur, mülayim dəniz iqlimində olduğuna görə orada kəskin dəyişməz. Ona görə. B ona görə yanlışdır. C-yə baxaq. Bir rəqəmi ilə bu Po çayıdır. Axdığı ərazi platformanın əyilməsində yerləşir, Padanov yerləşir, doğrudur və yerləşdiyi ölkə iqtisadi inkişaf səviyyəsinə görə böyük yeddilik qrupuna daxildir. Biz İtaliya, İspaniya, G7 var. olacaq müəllimə. G7-yə üzvdür. Yeddiyə var. Burada O zaman incə bir əyilməsi məqam nə var. olur? Müəllimə, bu platforma olmaz da yəqin ki. Geosignal olacaq müəllimə. Padanovalıq Facebook. Siqnaldır. Hə, Hə. mənim bəli. Platformanın əyilməsi bura. Həm də Padanovalıq Alp və Apenin dağlarının əhatəsində yerləşir və Padanovalığı Cənubi Avropanın ən böyük ovalığıdır. İtaliyanın ən uzun çayı da oradan keçir. Mənsəbində çayı. Dalmasiya tipli sahillərin olduğu Adriatik dənizinə Adriatik. töküləcək. Aha, burada geosignal olmalıdır. Ona görə yanlışı deyə baxaq. 5 rəqəmi ilə göstərilmiş çay keçdiyi ölkənin paytaxtından axır və bu çay suvarmada geniş istifadə olunur. 5 rəqəmi ya Loar olar, ya Harona olar. Harona aşağıdadır müəllimə. Luar olacaq. Loar O aşağısındakı yəni orada Haronadır. paytaxtdan keçmir. Sela keçir paytaxtdan. Bəli müəllimə. D ona görə yanlışdır. Viskay körfəzinə tökülür ödül Luara və Harona çayları. Loar, Harona. 2 rəqəmi ilə göstərilən çayın axdığı ərazidə yağıntıların əksər hissəsi ilin isti dövründə düşür və bu çayın mənsəbi olan dəniz 2 işıqlama qurşağında yerləşir. Deməli 2 Visla deyil müəllimə, Polşanın Bəli, paytaxtından Polşanın keçir. paytaxtı Varşavadan keçir. Baltik dənizinə Baltik tökülür. dənizi 2 işıqlama qurşağında yerləşmir. Yəni qütb dairəsi Tamamilə şimaldan doğru. kəsilir. Bəli. Çünki mülayim işıqlanmaya düşür, həm də 3 yarımkürədə də yerləşməz. Çünki Greenwich kəsmir. Ona görə yerləşməz. Oldu müəllimə, sağollaşıram sizlə. Buyurun Ramilə müəllimə 33 34. Ramilə müəllimə burdadır. Hə. Həm Buyurun. Azərbaycan Respublikasının 2017-ci il üçün tərtib edilmiş yaş və cins piramidasına əsasən neçənci illərdə əhalinin əmək qabiliyyəti hissəsində çatışmazlıq yarana bilər və neçənci illərdə əmək qabiliyyətli əhali daha çox olar. Deməli, baxırıq ki, buradan ben də oxuyum, cins neçənci əhali. Deməli, ən az burada neçənci illərdir? Bu 2017-ci ildir. Burada ən az 10-14 yaşlarıdır. Aha. 10-14 yaşlı əhali nəyi soruşur? Bizə əmək qabiliyyətli əhali 16-65 yaş götürülür də, düzdürmü müəllimə? Bəli. 16 yaş götürürsə, deməli bu 2017-ci il, bu da bunun 15 yaşı var. Bu düşəcək 2019-cu illərə 16 yaşdan düşəcək də. götürülür də müəllimə əmək qabiliyyəti 16-65. İndi bu 14 yaşdırsa 2 ildən sonra 16 yaşı olar. Deməli 2019 olacaq bu birinci hissəsi. 2 ildən sonra baxın burada yazılıb 10-14 yaş. 14 yaşın 16 yaşa çatması üçün 2 il lazım. Demək 2017-nin üzərinə 2 gələcəksiniz. Alacaqsınız 2019-cu ildə. Yəni 16 yaş olacaq. Bir də müəllimə 10 yaşdan nə qədər olacaq 16 yaşa? 10 yaşa 16-ya 6 yaşda. 6. O nə qədər olacaq? 2023. Artıq birinci hissəni tapdıq. 2019-2023. İndi bizə nədən nəyə soruşur? Bir də ikinci istədiyim ki, neçənci illərdə əmək qabiliyyətli əhali çox olacaq? Əmək qabiliyyətli əhali çox olacaq. Deməli, baxaq ki, harda çoxdur əhali? 0, deməli 4 yaşlarında.
0-4 yaşlarında deməli Gördünüz 16 daha ildən enlidir sonra. 0,4-də. Müəllimlərə izah üçün deyirəm. Baxın 0,4-də daha enlidir. Çox olacaq yəni. Yəni orada uşaq çoxdursa, deməli bu uşaqlar 16 ildən sonra əmək qabiliyyətli əhali olacaq. Bəli, bu 16 il 2017 olar. 2017-nin də üstünə 16 gələndə 2000 hardasa 33 eləyir də, 32-33 Bəli, belə eləyir. 2033 eləyir. Bu 4 yaşın 16 yaşa çatması üçün neçə il lazımdır? 12 il də burdan Bəli, lazımdır. 2017-nin üzərinə bu dəfə 12 gəlməliyik. Alarıq nə qədər? 2029. D variantı olacaq burada. Bəli. Aha. Sonra Baxaq, 34-ə cavablar. baxaq. Tədqiqatçı 23 sentyabr tarixində 5775 kilometr hərəkət etdikdən sonra şərq istiqamətində 4707 kilometr hərəkət etdi. Onun çatdığı sonuncu məntəqədə günorta olarsa, müvafiq olaraq səhər, axşam və gecə hansı uzunluqlar müşahidə edilər? Deməli, mənim yanımda yazmağa bir şey yoxdur. Mən Narahat deyim, siz olmayın. yazın. Bir yerdə edək. Demək burada deyir 23 Aha. sentyabr tarixində 5 dərəcə cənub enliyi, 45 şərq uzunluğu. 5 cənub, bu da ekvator olsun. Bu da olsun 45 şərq uzunluğu. Demək 5 cənub enliyində hansı istiqamətdə? Şimal istiqamətinə. Yəni buradan yuxarıya doğru nə qədər gedir? 2775. Neçə dərəcə eləyir 2775? 25 dərəcə. 25 Deməli, dərəcə. bunlar 5 cənubdan yuxarı 25, yəni 5-dən 25 çıxanda şimal enliyi. -20, yəni 20 -20 şimal enliyi olacaq. -20. İndi təzədən çəkirim. 20 şimal enliyi, 45 şərq yazıram mən. Şimal enliyi çatdı. Bunu bir dənə Sonra isə şərq istiqamətində 4707 kilometr hərəkət etdi. buradan yazım 0, buradan yazım 20 şimal, buna da 45. Hə, sonra deyir ki, şərq Aha. istiqamətində, yəni burdayam artıq mən. Bu kəsişmə nöqtədə oldu. 20-dən Burada bu şərq istiqamətində 4707 kilometr hərəkət etdi. Düzdürmü? Bu paralel Deməli, üzrə 20 hərəkət edir. Şərqə, qərbə gedəndə 20 paralelin qiyməti dərəcədə önəmlidir. deməli 109 neçə idi? 104,6 idi 20-də. 104,6-dır. Yəni 20 dərəcə paralelin 1 dərəcəli qövsün uzunluğu. 4704-ü də böləcək 104,6-ya. Neçə dərəcə eləyir bilmirəm. 45 dərəcə. Deməli, bu da 45 dərəcə gedirsə 90 şərq uzunluğuna 45 gəlib geçsəm çatacaq. şərqə gəlib 90 şərq uzunluğa çatıram mən artıq. Sonra bundan da Aha, bitmir. Deyir, onun çatdığı sonuncu məntəqə, yəni 90 dərəcə şərq uzunluğunda günorta Saat- olarsa, yəni 90 şərqdən Yəni 12 saat çıxır. 12. Aha. Yəni bu saat 12 olarsa, səhər, axşam və gecə yarı 90 şərq uzunluğunda, deməli gecə yarısı axşam olacaq 110, 90-dırsa nə qədər eləyir? 120 şərq uzunluğu. Bunu tapaq Müəllimə əksinə. 90 dərəcə 6 saat Daha doğrusu deməkdir. şərq uzunluğu. Hə, yox, onu demirəm. Bunun əksini tapanda burada günortadırsa, axşam olacaq 180 ilə 90 qərb uzunluğu. 90 qərb uzunluğu olacaq. Çünki 180 dərəcə olacaq. 12 saat arada vaxt fərqi var axı. 12-ni də 15-ə Axşam vuranda 180. olacaq. Deməli səhər bundan Səhər qərb bundan tərəfdə qərbdə olmalıdır. yerləşəcək. 6 saat o yana nə qədər Sıfıra olacaq? düşəcək. Sıfıra Greenwich'ə. Mənim Greenwich'ə düşür də, düzdürmü? Səhər. Hə, səsi bağladım müəllimə. Demək burada birinci müəllimə səhər deyərkən səhər 6:00-dır, düzdürmü? Səhər 6:00 oldu. Yəni 6 Demək saat qərbə gedəcəyik. hə 90 şərqdən mən getsəm 6 saat da 90 dərəcə deməkdir. 90 şərqdən mən 90 dərəcə qərbə getsəm gəlib sıfıra düşürəm. Düzdürmü müəllimə sıfıra? Yəni Greenwich'də artıq səhərdir. Səhəri tapdım. Sonra bizə lazımdır axşam. Axşam da 90 şərqdən gərək 90 qərb uzunluğu. bura günortadır axı. Günortada burada olacaqdı 6 saat. 12 ilə. Günortadan getsək 180 olacaq, 180 dərəcəli uzunluğu Çünki olacaq. axşam saat 18:00 olur. Bu da 12:00-dır. Arada 6 Hamısının saat var. Arasında 6 saat var. Hə. Sonradakı gecə də olacaq, elə aralarında 6 saat, yəni onun əks meridianı olacaq da. Hə, düz Hansında deyirsən müəllimə. biz Sadəcə əksi mən götürürük müəllimlər də, üçün hə. izah edirəm. Demək 90 şərqdən də axşamı tapmaq üçün bura 90 şərqin üzəri 90 dərəcə, bura 180 dərəcədə artıq yəni tarix dəyişmə xəttində axşamı görəcəyik və Ramilə müəllimənin dediyi kimi, əgər mən gecə yarısı tapmaq istəyirəmsə, o zaman nə qədər getməliyəm müəllimə gecə yarısına? 90 dərəcə.
Çünki Yox, müəllimə 180 gün dərəcə burada müəllimə. günortadır Yəni yəni. onlardan 90 biri yarısı idi, bir-birinin əks meridianı idi. Gecə yarısında götürürdük də onu. Bəli, günorta olarsa bunun əksi 90 qərbdir. Məsələn, Bakı yerləşir 50 şərqdə, Bakıda günortadır. Bəs hansı meridianda gecə yarısı olar? Təbii ki, 130 qərbdə. Yəni Bakının 130 əks qərb meridianında uzunluğunda. gecə yarı olar. Nə vaxt? Bakıda əgər günorta olarsa. Onun əks meridianında gecə olur. Doğru cavab hansı olacaq müəllimə? Deməli 0 oldu, 180 oldu, 90 qərb uzunluğu oldu. Bəli, Y Levəndə. variantı. Oldu müəllimə, sağollaşıram sizlə. Ben okuyuyorum. Buyurun. İşim var, tezlikle. Buyurun. 35 36 5. Respublikamızda taxıl yığımı 2,9 milyon tondur. İl ərzində ölkəmizin ərzaq taxılına olan illik tələbatı 1,7 milyon ton olmasına baxmayaraq, taxılın müəyyən hissəsi xarici ölkələrdən ixal olunur. Bunun səbəbi nədir? Ölkədə yığılan taxıl yüksək keyfiyyətə malik olduğu üçün bir hissəsi xaricə ixrac olunur. Sonra ölkə ərazisində yığılan taxıl məhsullarının çox hissəsi heyvandarlıq və quşçuluqda yem məqsədi ilə istifadə edilir. Müəllimə, cavab bu deyil. Yem Bəli, məqsədi budur. ilə istifadə Doğrudur. edilir. Ona görə. Ona görə. Saltıdan nə deyir? Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, burada deməli, sosializm Aralıq dənizi ölkəsidir 3. Tərsinə başlayıram elə. 1. Argentina, Çili, Ant dağlarıdır. Hə. 2 2. Aralıq dənizidir, 3 də Yaponiya, Koreya bu hissələrə aiddir. Kamçatka. 2. Hə, indi Yaponiya, sosializm hə, sisteminə malik ölkələr hansında olacaq? Hansı Rum rəqəminə aid olacaq? 2-də olacaq Koreya. Bəli, Yox. Koreya olacaq. Şimali Koreya sosialist ölkədir. Ona görə 2-yə A olacaq. Sonra götürürük. Altiplano hansında olacaq? Altiplanolar Ant dağlarında. Bəli, Burada, Cənubi birə B Amerikada. olacaq. Bəli, musson iqlim tipi müşahidə olunur 2-də. Aha, 2-də musson olacaq C. Yaponiyada musson, bəli, mülayim mussonu, subtropik mussonu. Kölgənin il boyu günorta vaxtı cənub istiqaməti göstərən məntəqələr mövcuddur. Deməli, kölgənin il boyu günorta vaxtı cənub istiqaməti göstərən məntəqələr mövcuddur. Deməli, Müəllim, günəş bu- ondan şimalda olmalıdır ki, kölgə cənubu göstərsin. Bəli, bu düşür Cənubi Amerikaya. Cənubi Amerika. Çünki burada tropikdən aşağıda ərazilər ki var, nə qədər onlar günəşi özündən yuxarıda gördükləri üçün tropikdə olur axı. Bu artıq kölgə Kölgəsi cənuba bu düşər. tərəfə. Bəli. Aha. Heç bir ölkədə demoqrafik böhran müşahidə edilmir. Bu 3-ə aid olacaq, müəllim, Avropa ölkələrində Demoqrafik böhran müşahidə edilmir. 3 Aralıq dənizi ölkələrində. Düz deyirəm, müəllim. Demoqrafik Yoxsa elə Demoqrafik Birə aid böhran olar. müəllim, əhalinin Birə çox aid olar. olmasıdır da. bir aydır. Latın Amerikasında böhran olmaz axı. Orada Asiyadır, Hə. Afrikadır, məsəl üçün. Bir də Latın Amerikası. Buralar, Hə, bu mən regionlarda əhalinin az demoqrafik olması böhran ona olmaz. görə o- Aha. Aha, bəli. Bir də. Sonra günəş şüaları düzbucaq altında düşmür. Müəllim, düzbucaq altında günəş şüaları əsasən tropiklərə düşür də. Bura düşməz. Mülayim işıqlanma Ərazi. qurşağında olmaz. Bəli, düşməz. 3-ə aid olacaq. F. F. Sonra Yer kürəsinin xəyali oxu ətrafında fırlanma sürəti maksimum olan məntəqə mövcuddur. Yer kürəsinin xəyali oxu ətrafında fırlanma sürəti o maksimum ən olan çox məntəqə. ekvatorda olur axı yerin fırlanma sürəti. Ekvatordan qütblərə doğru getdikcə Bəli. azalır. Və burada ekvator Orada bu- xətti kəsən, məsələn, Cənubi- Ekvador, Kolumbiya, Braziliya bu Cənubi hissələr Amerika, bəli. Andda olacaq. Ekvador, Bəli, And Kolumbiya. dağlarının özündə elə Bəli. ekvator xətti kəsir. Ona görə də H Bəli, olacaq. bəli. Yəni 1-ə aiddir B, D, Y, H. 3-ə aiddir F, 2-yə də aiddir A ilə C. Aynen C. Bəli, C variantı. Oldu müəllimə, sağollaşıram sizlə. 37-38-i kim izah edər? Kim izah Eləyim etmək? müəllimə. Buyurun. Deməli bizdə el-əlvən diaqramı verilib. Türkiyə, Misir, Qazaxıstan. Sahilləri 2 okean suları ilə yuyulur. Burada Misir olar, həm Hind, həm də Atlantik okeanı. Adan 3A. 3-ə A gedəcək. Sonra Ərazisi 2 qitədə yerləşir. Burada yəqin ki Türkiyə və Misir, İstanbul Avropaya düşür. Türkiyədə, şeyə, Misirdə, Qazaxıstanda Asiyaya. 2 qitədə yerləşən, hətta Rusiyada 2 qitədə yerləşən ölkə sayılır. Yəni 3-ünə də aid olacaq müəllimə. Qazaxıstan. Yəni 4-ə aid olacaq B.
4-ə 1. Sonra Unitar inzibati ərazi quruluşuna malikdir. Bu məncə üçü də 4-ə olar unitardır müəllimə. müəllimə. Üçü Burada də. federativ var. Qazaxıstandır, Misirdir, Yoxdur. Türkiyədir. Federativ deyillər. Biz demişdik ki, Mərkəzi Asiya ölkələrində federativ yoxdur. Şimali Afrika ölkələrində federativ yoxdur. Bizim qonşularımızda da Rusiya federativdir. Xəzər dənizi ətrafında da yeganə federativ dövlət. Sonra yəni bu aid Sonra olur ərazisi üçünə də. Yəni 4-ə B ilə C aid olar. Düzdür? ərazisi 2 materikdə yerləşir. 2 materikdə yerləşən bu Afrika və Avrasiya materikində Misir ola bilər. Bəli, yalnız Misirə aiddir 2 materikdə yerləşməsi. D. Ərazisində dünya okeanı səviyyəsindən aşağıda yerləşən çökəklik mövcuddur. Dünya okean səviyyəsindən aşağıda. Misirdə var, Assal idi deyəsən səhv Qattara yox, bir dəqiqə. Asal Cibutidə yerləşir müəllim. Cibutidə, Qattara, Qazaxıstanda da var. Qazaxıstanda da Karagiya çökəkliyidir. Ona görə də Karagiya Misirlə Qazaxıstan ortaq nöqtəsi Altı. 6-dır. 6-ya da aid olacaq Y. G20 ölkələr qrupuna aiddir. G20, burada Türkiyə var idi. Aha, G20 ölkələrindən bəli Türkiyə olacaq. Doğrudur. Yəni 1-ə aid olacaq burada F. F. Sonra Daha sonra paytaxtı ölkənin ən böyük şəhəri deyil. Bu bir dəqiqə. bunun Ən böyük konspektini şəhəri. az öncə attım. Türkiyədə var. Ən böyük şəhər İstanbuldur məsələn, ancaq ki paytaxt deyil. Ancaq o bir ikisində deyə bilmərəm. Qazaxıstanla Türkiyədə. Böyük şəhər deyil. Qazaxıstanda beş hansı olacaq. müəllimə? Alma-Ata olmalıdır şəhəri ən böyük şəhərdir, amma Nur Sultan onun paytaxtıdır. Türkiyədə İstanbul şəhəridir ən böyüyü, amma Ankara Bəli. paytaxtı. Ona görə G olacaq. Yəni Türkiyə ilə Qazaxıstan Türkiyə. 5-ə uyğun gələcək G. Sonra Sonra çöl və səhra təbii zonası mövcuddur. Çöl və səhra. Misirdə çöl və səhra var, Qazaxıstanda da var. Bir Misirdə, Türkiyədə Afrikada çöl zonası yoxdur axı müəllimə? yoxdur müəllimə. Yox. Hə, Əgər onda səhra Qazaxıstan desəydi, Türkiyə. Qazaxıstanla Misiri ortaq kimi götürərdiniz. Amma Qazaxıstanda çöldə var, səhra da var. Qaraqum səhrası məsələn. Ona görə də biz bu xüsusiyyəti Türkiyə. yalnız və yalnız Qazaxıstana aid edirik. H7-yə. Sami Hami dil ailəsinə aid olan xalqların yayıldığı ölkələrlə həmsərhəddir. Sami Hami dil ailəsinə bu Türkiyə və Misir olar müəllimə. Bəli, Türkiyə ilə Misir, ərəblər məsələn. Olacaq K, Türkiyə, Misir 2 aid olacaq o zaman. 2. Verilmiş iqtisadi rayonların hansıları ilə bağlı aşağıda doğru fikirlər verilmişdir. Deməli, qara metallurgiyanın xam malı olan faydalı qazıntı və çovdar barıtı yataqları mövcuddur. Qara metallurgiyanın xam malı. Çovdar Gəncə Daşkəsəndə olar da. Düzdür? Yəni 2-yə aid burada xüsusiyyət. Biri götürsə, 1-ə aid, Naxçıvana aid xüsusiyyət burada hansı olar? Qərzəkli meyvəçilik hansıdır müəllimə? Qərzəkli Zaqatala Lahıc. Zaqatala Lahıcda Şəki Zaqatala. müəllimə ixtisaslaşıb da, qışı quraq keçən soyuq iqlim olacaq Şəki Zaqatalada. Qışı quraq keçən soyuq. Qışı quraq keçən. Olmaz. Bir dəqiqə, soyuq iqlim yox, olmaz müəllimə. Orada soyuq olmaz. iqlim 3-ü götürməli, yəni variantların 3-ü çıxarıq burada. Sonra deyir, yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi müşahidə edilir, mərmər yataqları var. Belə bir iqtisadi rayon var. Mərmər yatağı olsun, bir də yağıntıları bərabər paylanan mülayim isti iqlim olsun. Bu Quba Xaçmazda var idi, Bəli. mərmər də Qubada var. Bəli, çəhrayı mərmər. Demək 5-i götürəcəyik. Sonra o digərini oxuyun. Qar xəttindən yuxarıda yerləşən əraziləri mövcuddur. Yuxarıda yerləşən və uçqun bənd mənşəli göllər rast gəlinir. Bu Şərqi Zəngəzurdur. Ancaq verilməyib. Ancaq qar xəttindən yuxarıda yerləşən ərazi yoxdur axı orada. Bunu götürmərik. Bildiyim qədər. Yayı quraq keçən mülayim isti iqlim bir də bir tektonik zonada yerləşir. Belə bir ərazi var. 6. Yayı quraq keçən mülayim isti iqlim. Axı ora 2 tektonik zonadır. Kiçik Qafqaz, bir də ki Kür, Lənkəran. Yəni bir tektonik zonada yerləşən var, elə Naxçıvanın özü 2 tektonik zonada yerləşir. Sonra müəllimə deyir, ərazisində mezozoy yaşıl neft yataqları var. Onların yerləşdiyi ərazi mülayim isti iqlimdə yerləşər. Mülayim isti yox, yarım səhra quru çöl iqlimində. Yarım səhra quru çöl iqlimində.
Bəli, ona görə bunu da götürməliyik. Sonra burada qərzəkli Hı. meyvəçiliyə baxaq. Qərzəkli meyvəçilikdə deyir qışı quraq keçən soyuq iqlim. Orada müəllimə bərabər yağıntılı mülayim var idi. Bol yağıntılı Bir soyuq də var. sonra qışı Dağ tundra quraq var. keçən mülayim isti var idi. Naxçıvanda axı Uçqun bənd, Batabat gölüdür, Qanlı göldür. Bunlar Uçqun bənd mənşəli göllər sayıla bilər də Dağçəmən landşaftında. Orada qar xəttindən yuxarıda qapıcığı götürə bilər idi 3904 metr. Yəni Bəli, 1-i bəli. götürmək olar, 1-i götürmək olar, 5-i götürmək olar. 1 ilə 5 də B variantındadır. Cavabımız B variantıdır. İndi 2 burada, 2-yə də aid olacaq. Qara metallurgiyanın xam malı olan faydalı qazıntı Çovdar bariti də 2-yə aiddir. Bayaq da dedim, Gəncə daş kəsən. Deməli, Qazaxlar və Qaraqalpaqlar Türk dil qrupunun müxtəlif yarım qrupuna daxildir. Burada Qazaxlar və Qaraqalpaqlar. Qazaxlar, Bunu dəqiq Qaraqalpaqlar deyə Qıpçaq bilmirəm. dil qrupu olardı. Düzdür, müəllimə eynidir, yəni ikisi də. Qaraqalpaqlar da Bunu Özbəkistandadır. götürmürük. Müxtəlif dediyinə görə bəli, götürmərik. Doğru bizə lazımdır. Şimali Makedoniya və Albaniya respublikaları keçmiş Yugoslaviyanın parçalanmasından sonra yaranmışdır. Albaniya aid idi ki orada. Xeyr, Albaniya Yugoslaviya aiddir, müstəqil ayrıca bir deyil. dövlətdir. Ona görə də 2 burada yanlışdır. Sonra Dünyada ən böyük fosforit qurşağı Şimali Afrika Mərakeş krallığında yerləşir. Bu Atlas dağlarındadır. Atlas dağları da Mərakeşdə olacaq düşür müəllimə. deyəsən Əlcəzairə. Mərakeşdə Bunu olacaq da götürürük. fosforit qurşağı. Amma Şimali Amerikada Florida yarımadası, Nauru adası da Okeaniyada olacaq. 4-ə baxaq. Misin konsentrat şəkildə daşınması xam şəkildə daşınmasından daha əlverişlidir. Bu mis deyəsən Ümumiyyətlə bilmək lazımdır ki, Bu doğrudur konsentrat nə məncə deməkdir? Bilirsiniz müəllimə nə demək? konsentrat yəqin ki təmizlənmiş formasında da Aha. O maddənin tərkibində əsas faydalı hissənin artırılması, sıxlaşdırılması, qatılaşdırılması, buna konsentrat deyilir. Amma xam şəkildə nədir? Yəni orada Xam şəkildə, tərkibində metal az olur. Xam şəkildə daşımaq əlverişsiz olar. Buna görə də filiz hasilat yerində zənginləşdirilir, necə deyirlər, daha sonra daşımaq daha yaxşıdır. götürürük. Aha. Sonra Fukushima elektrik stansiyasında enerji əldə etmək üçün yanacaq qismində təbii qaz və daş kömürdən istifadə edilir. Bu şeydir müəllimə, bu atom. atoma aid, bu yanlışdır tamamilə. Sonra 6-ya baxaq. Ekoloji təcavüz siyasətini inkişaf etmiş ölkələr həyata keçirir. Ekoloji təcavüz siyasətini bəli. Çünki onlar inkişaf Bəli, etməkdə kimya, olan ölkələrin metallurgiya, ərazisini selüloz yerləşdirir. kağızı inkişaf etməkdə olan ölkələrə göndərirlər. 40-cı sual, buyurun. Respublikamızın neftinin böyük hissəsinin daşındığı ixrac neft kəmərinin keçdiyi inzibati rayonları qərbdən şərqə sıralayın. Qərbdən şərqə doğrudur. Şərqə doğru Şəmkirdir. Sonra Ağstafa, Tovuz, aha. Belə- Şəmkir, belə gələrdi. Ağstafa, Tovuz. Şəmkir, Goranboy, Tərtər gəlməz Yevlax, deyəsən. Ağdaş. Ağdaş. Ona görə də A variantı olacaq. Sualın doğru cavabı elə.